Bugünkü dərsimiz kartografik proyeksiyalardır. Kartografik proyeksiyalar bilirik ki, riyazi əsaslar içərisindədir. Çünki biz bilirik ki, xəritənin riyazi əsası deyəndə kartografik proyeksiya nəzərdə tutulacaqdır, dərəcə toru və miqyas nəzərdə tutulmuş olacaq. Deməli, riyazi əsas deyəndə dərəcə toru, miqyas, kartografik proyeksiya nəzərdə tutulmuş olur. İndi kartografik proyeksiyalar bizim üçün nə məqsədlə lazımdır? Bilirik ki, qlobus səthi, baxın gördüyünüz kimi yumru kürəvi bir səthdir. Bunu xəritəyə keçirdəndə, xəritə, yəni müstəviyə keçirtmək üçün biz proyeksiyalardan istifadə edirik. Yəni kartografik proyeksiyalardan istifadə edirik. Səhvləri daha az etmək üçün, təhrifləri aşağı salmaq üçün, təhrifləri aradan qaldırmaqdan ötürü qlobus səthindən müstəvi səthinə keçəndə təhrifləri azaltmaq üçün biz nələrdən istifadə edəcəyik? Proyeksiyalardan istifadə etmiş olacağıq. Biz bilirik ki, təhrif səhv deməkdir. Yəni təhrifləri azaltmaq deyirik, hə? Yəni təhrif nə deməkdir? Səhv deməkdir. Səhv neçə cür ola bilər? Yəni hansı səhvlər ola bilər? 1. Sahə səhvi. 2. Bucaq səhvi. 3. Forma. 4 də uzunluq ya da məsafə. Uzunluq səhvi. Yəni biz kürə formasından müstəvi formasına keçəndə bu 4 səhvi edə bilərik. Məsələn, tutaq ki, sahə səhvini biz harda görürük? Sahə səhvini biz orada görürük ki, baxın, görürsünüz ki, Qrenlandiya az qala Avstraliya qədərdir. Hətta Avstraliyadan da böyük görsənir. Amma səhv var burada. Məsələn, Qrenlandiyanın sahəsi 2,2 milyon kvadrat kilometrdir. Avstraliya isə 7,7 milyon kvadrat kilometrdir. Görürsünüz, nə qədər arada böyük bir fərq var. Amma nə olubdur? Qrenlandiya Avstraliyadan da yekə görsənir. Bunun səbəbi nədən ibarətdir? Çünki burada sahə səhvə uğramış olacaqdır. Forma səhvi, məsələn, qitələr bəzən dartılmış ya da sıxılmış formada görünürlər. Görürsünüz, burada elə bil ki, dartma vardır. Burada forma nəyə uğramış olacaqdır? Səhvə uğramış olmuş olacaqdır. Uzunluq səhvləri, məsələn, meridianların uzunluqları bərabər olduğu halda xəritələrdə elə göstərilir ki, elə də bərabər deyil kimi görsənir. Məsələn, bu nə olacaq artıq? Uzunluq səhvi olmuş olacaqdır. Meridianların hamısının uzunluqları biz bilirik ki, bir-birinə bərabərdir. Amma bəzən ola bilir ki, elə görsənir ki, yəni bu bərabərlik itir. Bu zaman deyirik ki, hə, burada hansı səhv var? Uzunluq səhvi vardır. Forma uzunluğu, bir də qaldı bucaq. Məsələn, bucaqlar da biz bilirik ki, meridianlarla, məsələn, ekvator düz bucaq altında kəsişdiyi halda, bəzi xəritələrdə görürük ki, bu belə kəsişməyibdir. Yəni, fərqli bir bucaq altında kəsişibdir. Deməli, burada da bucaq nə edəcək? Səhvə uğramış olacaq. Hər birinə ayrı-ayrılıqda bir misal çəkdik. Sahə səhvi o oldu ki, məsələn, tutaq ki, Qrenlandiya Avstraliyadan da yekə görsəndi. Burada sahə səhvə uğradı. Bucaq səhvi ondan ibarət oldu ki, məsələn, dedik ki, meridianla ekvator 90 dərəcə bucaq altında kəsişməlidir. Amma bəzən görürük ki, başqa fərqli bir bucaqla kəsişibdir. Forma səhvi ondan ibarət olacaqdır ki, məsələn, qitələrin bəziləri dartılmış, uzamış formada görsənir. Bu zamanda biz orada deyəcəyik ki, forma səhvi mövcuddur. Və uzunluq səhvi qaldı ki, uzunluq da dedik ki, meridianların hamısının uzunluqları bir-birinə bərabər olduğu halda bəzən görürük ki, bəzi xəritələrdə fərqli cür görsənir və bərabərlik itibdir. Belə, səhvlərin hamısını, yəni təhriflərin hansı növdə olduğunu dedik. Yəni, hansı təhriflər ola bilər, bunların hamısını vurğuladıq, hər birinə də misal çəkdik. İndi gəlirik. Bu qlobusun üzərində meridianlarla paralellərin kəsişməsindən əmələ gələn, bax, bu dərəcə toruna coğrafi şəbəkə deyilir. Amma gəldik bunu xəritə üzərinə köçürdük. Xəritədə meridianlarla paralellərin kəsişməsindən əmələ gələn bu dərəcə toruna isə kartoqrafik şəbəkə deyəcəyik.
Yəni bir sözlə meridian paralel kəşməsi xəritənin üzərində kartoqrafik şəbəkə, qlobusun üzərində isə nədir? Coğrafi şəbəkədir. Bu qədər sadə və bəsit. Bir də görürsünüz ki, qlobusun üzərindən müstəviyə keçirdəndə buranı dilimlərə bölürük. Qlobusun üzərini dilimləyiblər belə. Hər bir dilimi belə çıxardırlar. Sonradan görürsünüz ekvator tərəflərdə bütün hər şey olduğu kimi qalır, amma qütb ətrafı ərazilərdə isə burada boşluqlar yaranıb. Görürsünüz, burada boşluqlar var. Bu boşluqları aradan qaldırmaq üçün, baxın, bu iki dənəsini dartıb birləşdirirlər. Yəni uzadırlar. Deməli, burada uzanmış formada gördüyümüzə görə, məsələn, dedik ki, qitələrin bəziləri uzuyubdur elə bil. Burada nəyə biz yol vermiş olacağıq? Təbii ki, forma səhvinə yol vermiş olacağıq. Baxın, bu hissədə ən çox uzama qütbə yaxın yerlərdə gedir. İndi keçək proyeksiyaların təhrif xüsusiyyətlərinə. Təhrif xüsusiyyətlərinə görə proyeksiyalar 3 yerə bölünür. Deməli, təhrif xüsusiyyətinə görə proyeksiyaların özü neçə yerə bölünmüş olacaqdır? 3 yerə bölünmüş olacaqdılar. Bəli, birincisi bərabər sahəli. İki, bərabər bucaqlı. 3 isə ixtiyari. Deməli, bərabər sahəlidə, bayaq biz neçə dənə təhrif yazdıq. Bucaq, forma, uzunluq ya da məsafə deyə bilərik buna dedik, bir də sahə. Bərabər sahəlidə sahə səhvi olmayacaq. Yəni, sahə səhvi 0 olacaq. Yəni, sahə səhvsiz olacaq. Amma digərləri səhvə uğrayacaqlar. Məsələn, bucaq, forma, uzunluq. Demək olar ki, burada, yəni bərabər sahəlidə sahə səhvi çox azdır, cüzi miqdardadır. Amma məsələn, bucaqdır, məsafədir, formadır, bunlar tamamilə səhv olmuş olacaqlar. Bir sözlə belə yadımıza saxlamalıyıq. Əgər bərabər sahəli deyirsə, sahə səhvi yoxdur. Amma digərləri səhvdir. Yəni, bucaq da səhv var, forma səhvi də var, uzunluq səhvi də vardır. İndi gəlirik, bu bərabər sahəli haqqında danışırıq. Bərabər sahəliyə başqa cür biz deyəcəyik ekvivalent. Ekvivalent deyilir bərabər sahəliyə və bunları ilk dəfə istifadə edib Qal və Peterson. Bir də bərabər sahəli müasir dövrdə də ən çox qitələrin, materiklərin, okeanların sahələrini hesablamaq üçün əlverişlidirlər. Bərabər sahəli. Sonra gəlirik bərabər bucaqlı. Bərabər bucaqlı başqa cür konform da adlanır. Sahəli isə ekvivalent. Bərabər bucaqlı başqa cür konformda adlanmış olacaq. İndi bərabər bucaqlı müasir aviasiya, nəqliyyat, hava sistemi bucağın təyin edilməsində istifadə edilmiş olacaqdır. İstiqamət və bucaq məhz bərabər bucaqlı proyeksiya təhrif növündə tərtib olunmuş olacaqdır. Həm aviasiya xidmətlərində, həm də dəniz nəqliyyatında gəmilərin istiqamətin təyin edilməsində bərabər bucaqlıdan istifadə edilir. İlk dəfə də bərabər bucaqlıda 1569-cu ildə Mercator istifadə edib. Bəs bərabər sahildən kimlər istifadə etmişdi ilk dəfə? Qal və Peterson. Peterson istifadə etmişdi. Mercator isə bərabər bucaqlıdan ilk dəfə istifadə etmiş olacaq. Respublikamızın xəritəsi də proyeksiya təhrif növü olaraq bərabər bucaqlıda hazırlanmış olacaqdır. Nədə istifadə edilir bərabər bucaqlı? Bərabər bucaqlı hal-hazırda dedik ki, aviasiya, yəni hava nəqliyyatında, bir də dəniz nəqliyyatında daha çox istifadə edilmiş olacaq. Gələk indi ixtiyariyə. İxtiyari isə
Bax, burada sahə ilə bucaq təhriflə, yəni cüzi təhriflə verilmiş olacaqdır. Hansılar? Sahə və bucaq. Cüzi təhriflə verilmiş olacaqdır. Lakin artıq uzunluq və forma tam təhrifə uğramış olacaq. Yəni, bütün xəritələrdə demək olar ki, forma uzunluq səhvi vardır. Baxın, bərabər sahəlidə sahəni sıfırlaya bildik. Bərabər bucaqlıda bucağı sıfırlaya bildik. Yerdə qalanları səhv olacaq. Amma ixtiyarda da sahə ilə bucaq demək olar ki, çox cüzi bir səhvlə, təhriflə verilir. Amma forma və uzunluq səhv olacaqdır. Deməli, forma və uzunluq səhvi bütün proyeksiya təhrif növləri onu sıfırlaya bilmir də. Yəni, bütün xəritələrdə forma və uzunluq səhvi qalmış olacaq. Gəldik ixtiyariyə. Biz bu ixtiyardan harda daha çox istifadə edirik? Tədris prosesində. Məsələn, tədris xəritələrinin əksəriyyəti ixtiyari proyeksiya təhrif növündə verilmiş olacaqdır. Bunların içərisində, bax, bu proyeksiyanın içərisində bir dənə bərabər aralıqlı deyə bir proyeksiya təhrif növü var ixtiyarının içində. Bərabər aralıqlı proyeksiya vardır ki, burada bir dənə uzunluğu düzgün vermək mümkündür. Amma digərlərinin hamısı səhvə uğramış olacaq. Deməli, ixtiyarının içərisində bir dənə bərabər aralıqlı var ki, orada biz uzunluğu nə edə bilərik? Düzgün verə bilərik. Yəni, uzunluq səhvi olmaya bilər. Aydındır? Belə. Bizim bu oldu proyeksiya təhrif növlərimiz. İndi keçək bəs proyeksiyaların özləri nədir? Proyeksiyaların özləri hansılardır? Onlardan danışaq. Deməli, qlobusu müstəvi səthinə keçirdəndə biz səhvi azaltmaqdan ötürü proyeksiyalardan istifadə edəcəyik və bu proyeksiyalar özləri 4 yerə bölünəcək. 1. Silindrik proyeksiya. 2. Konus proyeksiya. 3. Azimutal. Və 4-cü isə çox üzlü proyeksiya olmuş olacaqdır. Silindrik proyeksiya, biz burada həndəsi fiqur olaraq silindirdən istifadə edəcəyik. Silindir biz bilirik ki, baxın, bu formadadır. Silindirin içərisinə qlobusu yerləşdiririk. Gördünüzmü, qlobusun ən çox hansı hissəsi dəydi silindirə? Mərkəzdən keçən xətt, yəni ekvator xətti. Ekvator xətti silindrik proyeksiyada sıfır təhrif xətti hesab olunur. Yəni, səhvsiz xətt hesab olunmuş olacaq. Ekvator xətti silindrik proyeksiyada təhrifsiz veriləcəkdir. Ekvatordan uzaqlaşdıqca bu proyeksiyada təhrif artmış olacaq. Məsələn, deyirəm ki, hansı ərazilər silindrik proyeksiyada təhrifsiz verilər, avtomatik olaraq ekvator xətti və onun yaxınlığında olan yerləri seçmək lazımdır. Amma ekvatordan uzaqlaşdıqca isə səhvlər çoxalmış olacaq. Məsələn, coğrafi obyekt olaraq Amazonu, Kongo hövzəsini, Zond adalarını biz məhz silindrik proyeksiyada təsvir etsək, daha aydın, daha dəqiq, daha səhvsiz təsvir etmiş olarıq. Silindrik proyeksiyada bəs meridianlar və paralellər necə dayanırlar? Meridianlar və paralellər düz bucaq altında kəsişirlər. Baxın, bu şəkildə olmuş olacaq. Silindrik proyeksiyada meridianlar ilə paralellər düz bucaq altında kəsişmiş olacaqlar. Bu bizim silindrik proyeksiyamız. Burada toxunma xətti, sıfır təhrif xətti desə, haranı seçəcəyik? Ekvatoru seçmiş olacaq. Keçirik ikincisi. Gələcək bizdə konus proyeksiya. Konus proyeksiya, baxın, gördüyümüz kimi bir dənə konus təsvir edirik. Konus və onun oturacağı nədir? Çevrə. Baxın, konusun içərisinə qlobusu yerləşdiririk. Ən çox haralar dəyəcəkdir? Qütb ətrafı ərazilər. Qütb ətrafı ərazilər, qütb ətrafı ərazilər, mülayimliklər, qütb ətrafı, qütb yanı, mülayimliklər.
Məhz konus proyeksiya ilə verilməsi daha məqsədə uyğun olacaq. Burada 0 təhrif xətti 60 dərəcəli yenilikdir. Amma 47 və 62 en dairələri, yəni maksimum şəkildə təhrifsiz təsvir olunmaq, yəni bu proyeksiyada mümkündür. 47 və 62 en dairələrini təhrifsiz təsvir etmək olar. Amma 0 təhrif xətti isə harda olacaqdır? Məhz 60 dərəcəlik enlikdə olmuş olacaqdır. Konus proyeksiyada bəs meridianlar və paralellər necə dayanırlar? Meridianlar bir nöqtədən çıxan xəttlər formasında, paralellər isə yarım çevrələr formasında təsvir olunmuş olacaq. Bu da konus proyeksiyanın meridian və paralellərinin duruşu olacaq. Respublikamızın xəritəsi də məhz konus proyeksiyada tərtib olunacaq. Bir də çoxüzlüdə, indi onu da çoxüzlüyə gələndə deyəcək. Gələk indi azimutal proyeksiya. Azimutal proyeksiyada bizim köməyimizə müstəvi səthi gələcəkdir. Müstəvi səthin üzərinə biz qlobusu yerləşdiririk. Qlobusun ən aşağı yeri dəyəcəkdir, məsələn, müstəvi səthinə. Və biz burada bu dəymə nöqtəsini 0 təhrif nöqtəsi deyəcəyik. Nöqtəsi. Məsələn, indiyə nə qədər silindrikdə dedim ki, 0 təhrif xətti ekvatordur. Konusda 0 təhrif xətti 60 dərəcəlik enlikdir. 47-62 dairələrində təhrifsiz verir. Amma azimutalda görürsünüz 0 təhrif xətti demirik. 0 təhrif nöqtəsi deyirik. Bu ifadə hansı proyeksiyaya aid olacaq? Azimutal proyeksiyaya aid olmuş olacaqdır. Bunlar ən çox qütblərin, yəni coğrafi qütblərin təsvir edilməsi üçün daha əlverişlidir. Bir də biz bilirik ki, azimutal proyeksiyada müstəvi olduğuna görə biz burada müstəvini yandan da yerləşdirə bilərik. Burada isə biz buna köndələn azimutal proyeksiyanda istifadə edilibdir deyirik. Və bunlar ən çox yarımkürələrin xəritəsi üçün, yararlı olacaq. Deməli, yarımkürələrin xəritəsi hansı proyeksiyada tərtib olunur? Azimutal. Qütblərin xəritəsi hansı proyeksiyada tərtib olunur? Azimutal proyeksiyada. Azimutal proyeksiyada 0 təhrif nöqtəsi ifadə deyəcəyik. Digərlərində isə 0 təhrif xətti ifadəsi istifadə olunmuş olacaqdır. Ən sonuncusu isə gəlir bizdə çoxüzlü proyeksiya. Çoxüzlü proyeksiyada bizim kürəmizin üstü müxtəlif trapesiyalara bölünmüş olacaqdır. Yəni, yer səthi tam kürə yox, belə trapesiya formasında təsvir edilmiş olacaq. Hamısının şəklini göstərəcəm. Deməli, bizdə burada çoxüzlü proyeksiyada bizim köməyimizə gələcək nə? Trapesiya. Trapesiyalar gəlmiş olacaqdır. Yəni, yer səthinin üzü trapesiyalara bölünmüş olacaq və orada müəyyən bir hissə çıxarılaraq kənarda təsvir ediləcəkdir və çoxüzlü proyeksiya həmişə yadımızda saxlamalıyıq ki, ya böyük miqyasda tərtib olunmalıdır, ya da orta miqyasda tərtib olunmalıdır xəritələri. Və orta və böyük miqyas olduğuna görə biz burada təhrifi çox az eləyəcəyik. Yəni, təhrif çox cüzi olmuş olacaqdır. Təhriflər azdır. Və biz trapesiyalardan hansı proyeksiyada istifadə etdik, çoxüzlüdə istifadə etdik və onu da qeyd eləyək ki, respublikamızın da xəritəsi əsasən konus və çoxüzlü proyeksiyalarda tərtib edilmiş olacaq. Proyeksiya təhrif növü olaraq isə bərabər bucaqlı proyeksiya təhrif növündən istifadə ediləcəkdir. Gəlin indi biz bunun bir xəritəsinə də baxaq. Yəni proyeksiyaların kitabda, dərslikdə verilən xəritələrinə də baxaq. Baxın, gördüyünüz kimi birincisi hansıdır?
Silindrik proyeksiya. Biz burada həndəsi fiqur olaraq nədən istifadə etmişik? Silindirdən istifadə etmişik və onun içərisinə qlobusu yerləşdirmişik. Toxunma nöqtəsi xətti ekvator olubdur. Sıfır təhrif xətti, təhrifsiz, düzgün təsvir olunan xətt sıfır ekvatordur silindrik proyeksiyada. Buradan uzaqlaşdıqca artıq təhriflər artacaq. Konus proyeksiyanın içərisinə kürəni yerləşdirdik. Ən çox dəyən hissə hara oldu? 60 dərəcəlik enliyi oldu. Orası sıfır təhrif xətti olacaq. 47-62 en dairələrdə təhrifsiz təsvir olunmağa başlayacaq. Burada isə azimutal proyeksiya verilmişdir. Gördüyünüz kimi bu köndələn şəkildə qoyulub və yerin bu hissəsini, yəni bir üzünü, bir yarım kürəsini məhz azimutal proyeksiyada tərtib etmişik burada. İndi bir də qaldı çoxüzlü. Çoxüzlünün də şəklini yerləşdirək buraya. Baxın, bu da çoxüzlü proyeksiyadır. Çoxüzlü proyeksiyada gördüyünüz kimi yer kürəsi tam kürə deyil. Burada bizdə nədən istifadə edilibdir? Müxtəlif trapesiyalara bölünüb, trapesiyalardan istifadə edilibdir. Və bunları biz kənarda təsvir edirik və bu zamanda nə edəcəyik? Çoxüzlü proyeksiyada tərtib edilmiş xəritə yaratmış olacağıq. Bu da çoxüzlü. Dərsimiz bundan ibarətdir. Sağ olun, sağlıqla qalın.